Rauf neçə saatdır gəzirik? Harda oturaq? Ayşə, mən elə başa düşürəm ki, bizə elə yer lazımdır ki, biz həm çox yaxşı vaxt keçirək, həm oyunlar oynayaq, əylənək, günü yəni yaxşı dəyərləndirək, həm də az pul xərcləyək. Mən bildim sən hara aparacam. Getdik. Getdik. Antik kafeni kafedən fərqləndirən cəhət nədir? Siz burada vaxta görə pul ödəyirsiniz. Yəni gəlirsiniz, saata görə müəyyən məbləği ödəyirsiniz və o saatın, burada keçirdiyiniz vaxtın içində bizdə olan çay, şirniyyat, mətbəxdə hər şey olan oyunlarımız limitsiz şəkildə sizin üçün təqdim olunur. Əsas məsələ, yemək var. Təəssüf ki, yemək yoxdur, amma siz özünüzlə gətirə bilərsiniz və sifariş eləyə bilərsiniz. Hər hansı bir spirtli içkilərdən başqa. Biz özünüzlə yemək gətirməyə imkan verdiyimizə görə sifariş də elə bilərsiniz. Filmlər də izləyə bilərik və Bəli, bəli. oyunlar da oynaya bilərik. Çox maraqlıdır. Hər şeyi başa düşdüm. Bəs qiymətlərimiz? Bəli. Qiymətlər əsas məsələ. Bizdə qiymətlər saatlandır. İlk saat 6 manatdır. Sonra o fiks qiymətdir. Sonra isə hər 10 dəqiqə 60 qəpikdir. Və bizdə stop check var, 18 manat. Yəni, o deməkdir ki, siz bütün gün keçirsəniz də 18 manatdan çox ödəməyəcəksiniz. 400-dən çox oyunumuz var. 400-dən çox. 3 yaşlı uşaqlardan başlayaraq böyüklər üçün də oyunlarımız var. Hə, o zaman nəzərə alsaq ki, biz 20-li yaşlardayıq və 400 oyun var, kifayət qədər yüksəkdir. Məncə Ayşə, başlayaq artıq. Başlayaq. Düşünürəm ki, belə başlasaq, hər gün biraz oynasaq oyunları bitirək. Bəli, amma bəli. növbəti dəfə gələndə özümüzlə yemək də gətirməyi unutmayaq. Mütləq şəkildə. Məncə Yəni, bundan bu müqayisə antik kafelərin sevilməyinin səbəbi də artıq insanlar az pul xərcləyib daha gözəl vaxt keçirmək istəyir. Bəli. Haqlıdılar. Əlbəttə ki, haqlıdılar.